Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bu mənim qalereyam. Deməli, banditizm əməkdaşlarının daxil olduqları və Azərbaycan dövlətinin əleyhinə yaratdıqları çoxşaxəli cinayətkar dəstənin izini dövlət xidməti necə itirmək istəyir? Necə ki, bu şəxslər Google-a, potom Instagram və digər sosial şəbəkələrinə, həmən sosial şəbəkələrlə dövlət müqaviləsi olduğuna görə rahatlıqla müdaxilə edə bilirdilərsə, söhbət gedir Hüseyn Salahzadədən, söhbət gedir onun atasından, söhbət gedir narkotik satan Məhəmməd Paşazadədən, onların cinayətkar dəstəsinə daxil olan Kənan Hacıyevdən, baş əməliyyatçı İbrahimdən, söhbət gedir onların valideynlərindən, hansılar ki, bunlarla əlbir olaraq çoxşaxəli belə bir cinayətkar dəstə yaratmışdılar. Onlar nə edirlər? Lazım gələndə ürəkləri istəyən hər hansı bir sosial şəbəkəyə müdaxilə edə bilirlər. Buna sübut olaraq yalançı və fake belə bir korrupsiya ilə mübarizə komitəsi yaradılıb. Baxın, antikorrupsiya.gov.az korrupsiya mübarizə üzrə komissiyası, hətta komissiya yaradılıb belə bir şey. Yerləşir onu daha istiqlaliyyətdə. Fake bir səhifə yaradıblar. Belə bir fake səhifə yaradıblar ki, xəritədə də görmək olsun. Bu yalandan yaradılmış antikorrupsiya komitəsidir. Paralel olaraq buna oxşar bir dənə də prezident aparatı yaradılmışdı. Bu da həmən elə ünvanda yerləşdirilirdi. Bunların hamısının arxasında əfsuslar olsun ki, bu təxribatın arxasında, bu cinayətkar dəstənin arxasında dayanan qüvvələrdən biri də məhz bizim dəyərli nazirimiz, əziz nazirimiz Vilayət Eyvazovun müavinidir. Orxan adlı cinayətkarın atasıdır və xüsusi xidmət orqanı əməkdaşlarının əlbir olaraq belə bir iz itirməklə, yalan məlumatlarla məşğuldular. Və məhz bu şəxslərdirlər ki, yeri gələndə bizim dəyərli generalımız Əbülfət Rızayevin adından saxta sənəd düzəltdilər. Həmən saxta sənədi düzəltməkdə əsas məqsədləri də bundan ibarət idi ki, öz cinayətkar dəstələrinin cinayətlərinin yarıya bölə bilsinlər deyə. Yarıya bölsünlər, kiber cinayətkarlığı silah alverindən və narkotik dövriyyəsindən ayıra bilsinlər deyə belə bir qurulmuş çirkin oyunun bir hissəsi idi. Xahiş edirəm, ehtiyatlı olun. Bütün bu dələduzluqların, bütün bu təxribatın, narkotik alverinin, silah alverinin arxasında duran əsas vəzifəli şəxslərdən biri. Bir daha əfsuslar olsun ki, vahabiliklə məşğul olan, İslamofobiyadan əziyyət çəkən, Vahabi xüsusi xidmət orqanı əməkdaşıdır, özü Vahabidir. Əlbir olduğu şəxslər özü kimi Vahabi Musadır, özü kimi Vahabi Ramil, özü kimi Vahabi Nofəl, özü kimi Vahabi Cəlal, hansı ki vaxtkən mənlə dostluq yoldaşlığı münasibətimiz var idi. Yəni bu adamlar belə bir oyun qurublar, belə bir çirkin siyasət işlədirlər. Çox sadə dəstində şikayət gedir Daxili İşlər Nazirliyinə. Həmən bu cinayətkar dəstənin əsas havadarları Orxan atası oturub Daxili İşlər Nazirliyində. Şikayət gedir Dövlət Təhlükəsizlik Xidmətinə bu şəxslər barədə. Orada Vahabi, hansı ki yeri gələndə xüsusi xidmət orqanı əməkdaşı üçün bu olmaz da, yəni belə bir şey qətiyyən olmaz. Həmən Vahabi oturub xüsusi xidmət orqanında. Şikayət gedir Müdafiə Nazirliyinə. Hər hansı bir şikayət. Orada İbrahimin atası oturub. Şikayət gedir banditizmə. Həmən elə iki əməkdaş və onların şöbə rəisləri. Hansılar ki, həmən əməkdaşlar Kənan Hacıyevdir, həmən əməkdaşlar baş əməliyyatçı İbrahimdir. Yəni bunlar fərqli-fərqli belə çirkin oyunlar qurmaqla belə bir Azərbaycan dövlətinin əleyhinə çoxşaxəli böyük bir cinayətkar dəstə yaratmışdılar. Hansılar ki, kiber cinayətkarlıqları Kapital Bank dələduzluğu idi, hansılar ki, vətəndaş məlumatlarının satışı idi, WhatsApp yazışma, Instagram yazışmalarının satışı idi. Bu adamların bir növ kriminal bələdçisi, bir növ kriminala şey eləyən, istiqamətləndirən, özlərini kriminal həyatda necə aparmaq lazımdır, bunlar necə kriminala meyil göstərən adam və bunların bir növ kriminal kuratoru olub Bəhəddin adında bir şəxs, Razində qalan, 5 mərtəbəli villada qalan şəxsdir. Hansı ki Hüseyn Salahzadənin 2016 ya da 17-ci il idi. Türməyə girməyib və türməyə girəndə özü necə türmə həyatından aparmalıdır, onu izah edən şəxsdir. Hansı ki bu şəxslərin narkotik alverində də bunların əli var. Yəni bunlar gördüyünüz kimi böyük bir bandadılar. Dövlət daxilində yaradılmış dövlət əleyhinə bir banda. Məqsədləri göz önündədir. Narkotik satmaq, cəmaatın balasını bədbəxt eləmək. Silah satmaq, cəmaatın balasını cinayətkarlığa sövq eləmək.
vətəndaş məlumatlarını satmaqla Azərbaycan ailələrini dağıtmaq, Azərbaycanın hətta gələcəkdə qurula biləcək, amma qurulmayan ailələrini dağıtmaq, məhv eləmək, Təhsil Nazirliyinin süni bal artımını eləmək. Yəni bunlar hamısı belə deyək də, bu Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı istiqamətlənmiş böyük cinayətlər idi və bu cinayətlər mənim əlimlə açıldı, bu cinayətlərin üstü açıldı. Bu adamlar necə açıldı? Bu adamlar istəyirlər ki, mən də onların cinayətkar dəstəsinin bir üzvü olum. Mən gördüm ki, artıq bu adamlar dövlətin əleyhinədirlər və mən də dövlət əleyhinə olmadığıma görə, prezidentin əleyhinə olmadığıma görə mən təbii ki, uzaqlaşmağa çalışdım bu insanlardan. Amma əfsuslar olsun ki, 2021-ci ildə məhz Bandaklı ilə əməkdaşları öz törətdiyi cinayətləri gizlətmək məqsədi ilə məni basdılar dəlixanaya. Mən orada küllü miqdarda belə deyək də, o qədər dərman verirdilər ki, o qədər mənə iynə vurdular ki, mən yaddaşımı belə az qala itirirdim. Yəni mən rus dilini bilirdim, ingilis dilini bilirdim. İndi biraz bir növ özümü bərpa eləməyə çalışıram. Çox xahiş edirəm bu şəxslər barədə diqqətli olun. Və burada məsəl üçün vilayət cənab nazir, vilayət Evizov ünvanladığım hamısı var. Necə ünvanlamışam, heç birinə baxılmayıb. Baxılmamaq səbəbi Orxanın atasıdır. Oturub Daxili İşlər Nazirliyində öz övladının daxil olduğu, bəlkə də elə özləri yaradıb bu cinayətkar dəstəni. Havadarlıq eləyir. Şikayətə baxmırlar. Bir çox belə mənim şikayətlərim olub. Heç birə də hələ də baxılmır. Heç mən belə başlayım ki, baxılmayacaq da. Çünki bu adamlar artıq kök salıblar. Yəni çox şaxəli cinayətləri özlərində əks elətdirən dövlət əleyhinə bir qruprovkadırlar. Yəni bundan da heç kim tədbir görmür. Mən nə qədər bizim dəyərli generalımız Əbülfət Rızayevə, Bandaklı rəisinə məktublar ünvanlasam da, maillər yazsam da heç bir xeyri yoxdur. Cavab gəlmir. Çox xahiş elərdim vətəndaşlardan, belə vahabilərdən uzaq olsunlar. Belə küçə əxlaqı ilə böyümüş, Alfons tərbiyəsi ilə böyümüş, pozğun tərbiyəsi ilə böyümüş, Azərbaycan dövlətinə qarşı, xalqına qarşı nifrətlə yaşayan insanlardan uzaq dursunlar.